Salam hörmətli tamaşaçılar, ekonomisinin axşam buraxılışını təqdim edirik. Beynəlxalq reyting agentliyi Fitch Azərbaycanın suveren reytinglərini sabit proqnozla təsdiqləyib. Agentlik ölkəmizin xarici və milli valyutada uzun müddətli default emitenti reytinglərini 3B- səviyyəsində təsdiq edib. Reytinglər üzrə proqnoz sabitdir. Qurumun hesabatında bildirilir ki, 2013-cü ildə Azərbaycanda neft hasilatı 0,3% artıb, bununla da 2010-cu ildən müşahidə olunan kəskin azalma sona çatıb. Qurumun analitikləri qeyd edirlər ki, hökumət dövlət neft fondundan büdcəyə transfertləri tədricən azaltmaq və daha çox qeyri-neft gəlirləri yaratmağı düşünür. Azərbaycan Bakı Tbilisi Ceyhan boru kəməri vasitəsilə neft daşımalarını da artırıb. Türkiyənin BOTAŞ şirkətinin məlumatına görə bu ilin yanvar-fevral aylarında kəmərlə 42,3 milyon barel neft daşınıb. Bu göstərici 2013-cü ilin müvafiq dövrə nisbətən 2 milyon barelə yaxın çoxdur. Qeyd edək ki, ötən il ərzində boru xətti 250 milyon barel Azərbaycan neftini dünya bazarına çıxarıb. Hər bir ölkə vətəndaşı ticarət şəbəkələrinin ötən 2 ay ərzində orta hesabla 170 manatlıq alış-veriş edib. Bu isə keçən ilin müvafiq dövrünə nisbətən 11% çoxdur. Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir. İstehlakçılar pullarının 53%-dən də çoxunu ərzaq mallarına xərcləyiblər. Ümumilikdə yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3,2 milyard manat olub. Bu isə 9%li artım deməkdir. Dövlətin maliyyə dəstəyi ilə Quba rayonunda yeni emal müəssisələri yaradılacaq. Layihə dövlət başçısının kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sayəsində əlavə tədbirlər haqqında sərəncamına uyğun olaraq reallaşdırılacaq. Sahibkarlığa Kömək Milli Fondundan bildirirlər ki, digər regionlarda da bu tip müəssisələrin yaradılması nəzərdə tutulub. Quba Xaçma iqtisadi zonasında hər il təxminən 500 hektar yeni meyvə bağları salınır. Yeni bağların salınması əlbəttə istehsal olunan meyvənin həcmini də artırır. Bu isə bölgədə yeni emal müəssisələrinin açılmasını vacib edir. Hazırda Quba Xaçma iqtisadi zonasında 35.200 hektar meyvə bağı mövcuddur. Hər il həmin bağlardan təxminən 230 min tona yaxın məhsul yığılır. Bölgədə isə cəmi 2 emal müəssisəsi fəaliyyət göstərir ki, onların da ümumi meyvə qəbul gücü 40 min tona yaxındır. Fermerlərin sözlərinə görə emal müəssisələrinin azlığı məhsulun satış qiymətinə təsir göstərir. Saatlarla gözləyirik, daha günlərlə gözləyirik yolun qapısında 50 qəpiyə, 40 qəpiyə veririk. 30 kilonu. Baxın görüm sərf edir, eləmir. Hal-hazırda olan emal müəssisələri, yəni dediyim kimi, ucuz qiymətdən alırlar, heç bizə sərf elə bir yığıb verəsən. Emal müəssisəsinə həqiqətən ehtiyacımız var, amma müəyyən qiymətlər çərçivəsindədir. Yəni bu yetişdirənin xərclərinə uyğun gəlsin. Qiymətin çox ucuz olması səbəbindən meyvəsini emal müəssisələrinə verməyən fermerlər başqa bir çətinliklə üzləşirlər. Onların qışda baha satmaq üçün həyətlərində saxladıqları meyvəni şaxta məhv edir. Bağbanların uzun illərdir yaşadıqları bu problem nəhayət ki, öz əlini tapacaq. Belə ki, yaxın illərdə Quba rayonunda illik emal gücü ümumilikdə 50 min ton olacaq müasir meyvə-tərəvəz emalı müəssisələri yaradılacaq. Artıq Qubanın Vəlvəli kəndində illik emal gücü ilkin olaraq 10 min ton nəzərdə tutulan zavodun yaradılmasına hazırlıq işləri aparılır. Gələcəkdə bu zavodun gücünün artırılması planlaşdırılır. Bu zavodun yaradılması birinci növbədə fermerlər tərəfindən istehsal olunan, yetişdirilən məhsulların tədarükü, onları emal edilməsi və hazır məhsul kimi xarici bazarlara çıxarılmasına imkan verəcəkdir. Sahibkarlığa Kömək Milli Fondunun Qubanın Yeni Gülgəzi kəndində təşkil etdiyi tədbirdə sözgedən məsələlər sahibkarlarla müzakirə olunub. Görüşdə həmçinin bu rayonun iqtisadiyyatı üçün prioritet hesab olunan investisiya layihələrinin təqdimatı keçirilib. 41 sahibkara 646 min manat güzəşli kredit verilib. Yusif Mahmudov, Ceyhun Vəlibəyov, Elvin Güloğlanoğlu, Lider TV, Quba. İnsə xarici xəbərlərə nəzər yetirək. Amerika Birləşmiş Ştatları Senatı yüksək səs çoxluğu ilə Ukraynaya 1 milyard dollar yardımın edilməsini əks etdirən qanun layihəsini təsdiqləyib. Sənədin lehinə 98, əleyhinə 2 nəfər səs verib. Bundan əlavə olaraq ölkədə demokratik hökumətin qurulması, korrupsiya ilə mübarizə, şəffaf seçkilərin keçirilməsi və vətəndaş cəmiyyətinin forumlaşdırılması üçün əlavə 50 milyon dollar vəsaitin ayrılması da təsdiqlənib. Təhlükəsizlik sayəsində Avropa Birliyi ilə əməkdaşlığın gücləndirilməsi üçün 100 milyon dollarlı yardım da təsdiqini tapıb.
Beynəlxalq Valyuta Fondu da Ukraynaya hər il 14-18 milyard dollar yardım etməyə hazır olduğunu bəyan edib. Bunun müqabilində rəsmi Kiyevdən dövlət xərclərinin azaldılması, vergilərin artırılması, özəlləşdirmə prosesinin sürətləndirilməsi, sosial müavinət ödənişlərinin 10% qədər azaldılması tələb olunub. Ukrayna Baş naziri Arseniy Yatsenyuk fond tərəfindən tələb olunan şərtlərin təmin edilməsi ilə bağlı qanun layihəsini parlamentaya təqdim edib. Amma sərt iqtisadi tədbirlər ölkədə sosial etirazların, o cümlədən Maydan hərəkatının yenidən baş qaldıracağına səbəb olacaq. Ekspertlər bu fikirdədirlər. Baş verən siyasi proseslər Ukraynanın taxıl ixracını iflic vəziyyətə salıb, Aqrar Siyasət və Qida Nazirliyindən bildirirlər ki, ölkədə təbii qazın qiymətinin artırılması problemi daha da gərginləşdirib. Təbii qaz qiymətinin artırılması iqtisadiyyatın bütün sektorlarına mənfi təsir göstərir. O cümlədən aqrar sektor da bundan zərər görüb. Büdcə daxil olmalarının əsas hissəsini taxıl ixracı təşkil edir. Məhsuldarlıq elə bir həddə düşüb ki, nəinki ixrac, heç daxili tələbatı da ödəyəcəyimizə ümid etmirəm. Hökumətə ixrac qiymətlərinin artırılması barədə təkliflər göndərilib və güman edirik ki, yaxın günlərdə qərar veriləcək. Qeyd edim ki, 2013-cü ildə Ukrayna ilə Azərbaycan arasında illik ticarət dövriyəsi 600 milyon manata yaxın olub. Ölkəmiz Ukraynadan daha çox kənd təsərrüfatı məhsulları, xüsusən də taxıl, buğdunun, süd və süd məhsulları, ət və ət məhsulları ixal edir. Ukraynanın ixrac etdiyi taxılın qiymətinin artması yerli bazarlara da təsiri istisna edilmir. İndi digər xəbərlərə nəzər salaq. Amerika Birləşmiş Ştatları Prezidenti Barack Obama bugün Səudi Ərəbistanı kralı Abdullah ilə görüş keçirəcək. Əsas müzakirə mövzusu dünyanın enerji təchizatında Rusiyanın inhisarçılığına son qoymaqdır. Danışıqlar çərçivəsində neft və qaz bazarında Səudi Ərəbistanı və İranın rolunun artırması da geniş müzakirə olunacaq. Kral Abdullah bin Əbdüləziz ilə görüş zamanı Amerika Birləşmiş Ştatları Prezidenti Barack Obama neft və təbii qaz ixracının artırılması barədə danışıqlar aparacaq. Mütəxəssislər proqnoz ediblər ki, Səudiyyə Ərəbistanın hasilatı və ixracı artırmağa razılıq verərsə, neftin dünya bazar qiymətində kəskin iniş yaşanacaq. Bu isə Rusiya iqtisadiyyatının əsas gəlir mənbəyini iflic edə bilər. Rəsmi Vaşinqton Rusiyaya qarşı cəza tədbiri kimi ölkənin neft ehtiyatlarının da ixracını düşünür. Amerika Birləşmiş Ştatları 1975-ci ildə qara gün üçün yaratdığı bu rezervləri dünya bazarına çıxarmaq niyyətindədir. Bu məqsədlə sutkalıq 5 milyon barel neftin satılması nəzərdə tutulur. Amerika bu yolla neft bazarındakı qiymətləri ən minimumunu indirərək rəqibini iqtisadi sübuta uğratmağı planlaşdırır. Amma ixrac həcminin artırılması istəyi OPEC ölkələrinin narazılığı ilə qarşılaşıb. Kartel üzvləri hesab edirlər ki, İran dünya neft bazarına qayıtsa, Səudiyyə Ərəbistanı hasilatı azaltmalıdır. Əks halda OPEC sutkalıq hasilat limitini artırmalıdır. Kartel ölkələri isə hasilat limitinin artırılacağı təqdirdə dünya bazarında qara qızılın qiymətinin aşağı düşəcəyindən ehtiyatlanırlar. Analitiklər hadisələrin bu cür gedişatının müsbət nəticə verəcəyini düşünmürlər. Onların fikrincə Amerika Birləşmiş Ştatları və Avropanın Rusiyanı iqtisadi cəhətdən sıxışdırması əks reaksiya verə bilər. Belə ki, rəsmi Moskva və banka gedərək Çinlə razılığa gələ bilər. Bu da öz növbəsində şərqdə iki nəhəngin birləşərək iqtisadi imperiya yaranmasına səbəb ola bilər. Mütəxəssislər bu fikirdədirlər. Bu arada Litvanın energetika naziri Yaroslav Neveroviç Amerika Birləşmiş Ştatları Konqresinə səslənərək Avropaya təbii qaz ixracı məsələsini sürətləndirməyi xahiş edib. Litvalı nazir bildirib ki, ölkəsi mavi yanacaq Rusiyadan digər Avropa ölkələri nisbətən 30% bahadır. ABŞ-ın dünya bazarının müdaxiləsi bütün iştirakçılar üçün xilas yolunun olmasına ümid yaradıb. Hesab edirəm ki, Avropa dövlətləri ABŞ-dan daha münasib qiymətə qaz ala biləcək. Çox təəssüf ki, Rusiya inhisarçıdan asılı vəziyyətdəyik və digər dövlətlərdən də 30% baha alırıq. Ümid edirəm ki, Konqres yaxın zamanlarda qərarı təsdiqləyəcək və idxalçıları qaz müstəmləkəçiliyindən azad edəcək. Avronun məzənnəsinin yüksəlməsi Avropada sənayinin inkişafının mane olur. Sənaye və məsələləri üzrə Avropa komissarı Antonio Tajani belə deyib, onun sözlərinə görə valyutanın dayanıqlığı yaxşı hal sayılsa da iqtisadiyyatın bəzi sahələrinə zərər verir. Hazırda 1 avro 1 dollar 40 sentə təklif olunur. Bu maliyyə sektoru üçün əla haldır. Amma sənaye sektoru üçün yaxşı göstərici deyil. Araşdırmalarımız onu göstərir ki, avronun bu vəziyyətində İspaniya, İtaliya, Fransa, gələcəkdə isə Almaniya zərər görəcək. Problemi tənzimləmək üçün Avropa Mərkəzi Bankının maliyyə siyasətindəki səlahiyyətləri artırılmalıdır. Neft bazarında canlanma yaranıb. Amerikada light neftinin bir bareli 101 dollar 80 sentdir, yəni 0,4% bahalaşıb. Brent neftinin qiyməti isə 0,3% yüksəlib. İndi bu markadan olan qara qızıl 108 dollara satılır. İşsizliyə görə maliyyə almaq üçün müraciət edənlərin sayının azalması ilə bağlı Amerikanın Əmək Nazirliyinin bəyanatı və ölkədə neft ehtiyatlarının azalması bahalaşmaya əsas səbəb kimi göstərilir.
Hörmətli tamaşaçılar, bu həftəyə olan sonuncu iqtisadiyyat xəbərlərini sizə təqdim etdik. Gələn həftə yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın. Vaxt Sədamdır.